Bismillahirrahmanirrahim. İnna a'taynâkel kevser. Fasalli li rabbike venhar. İnne şâni'eke huvel ebter. Bismillahirrahmanirrahim. Peyğəmbər buyurur, mənim dinimin qalmağının rəmzi Fatimədir. Bütün insanlar, xüsusilə İslam dünyasının qadınları üçün xanım Fatimə Zəhra nümunə və örnəkdir. Bütün peyğəmbərlərin hamısını Allah Fatimə Zəhranın adını dedirdi, ondan sonra nübüvvət ona verir. Allah Əlini, Fatiməni və onun balaların bütün insanlara hüccət qərar verir. Peyğəmbər Fatiməyə dedi, qızım, əgər möminlər Ümmü Sələmiyə, Xədicəyə ana deyirlər, mən də sənə ana deyirəm, ana deyirəm. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel-âqibetu lil-muttaqin. Vessalatu vesselamu ala eşrefil enbiyâi vel-mursalin. Habibina ve habibi ilahil alemin Ebil Qasim Muhammed. Ve ala ehli beytihi tayyibin tahirin. Siyyama baqiyetillah fil aradin. واللعن الدائم على أعدائهم أجمعين إلى يوم الدين. Bu gecə iki Şam-ı qəriban üstə düşür. Məclis xanım Fatimə Zəhra salamullah əleyhanın mübarək adı ilə bağlı təşkil olub. Lakin İslam dünyasının bir görkəmli müctehidi dünyasını dəyişib və o şəxsiyyətin də bu gecə Şam-ı qəribanıdır. İnşallah sabah yox bir gün, həftənin 3-cü günü bu nurani şəxsiyyət Ayətullah el-Uzma Ağay Fazıl Lənkərani'nin 3-cü gün münasibəti ilə sabah yox bir gün bu Hüseyniyyədə axşam saat 8-in yarısından mərasim olacaq və inşallah o barədə lazımlı qədər söhbət də olacaq. Lakin bu gecə məclis xanım Fatimə Zəhranın
şəhadəti münasibəti ilə təşkil olub bir neçə cümlə bu şəxsiyyətin barəsində Quranın ayələrindən və hədislərdən istifadə edərək mübarək məhzərlərüzə təqdim edirəm. Bu xanımın barəsində çox söhbətlər olub, yüzlərcən yox, minlərcən kitablar yazılıb, müxtəlif dillərdə və müxtəlif dillərə tərcümə olub. Amma şəxsiyyət o qədər əzəmətlidir, hər nə qədər danışasan bu barədə, yenə də danışmağa söz var və söhbət var. Bilirsiniz ki, insanların iki cəhəti var. Bir maddi cəhət insanın vücudunda var. Bir də mənəvi cəhət insanın vücudunda danılmaz bir hissədir. Çün insan yarananda Allah onu öz ruhundan yaradıb, buyurur və nəfəxtu fihi min ruhi, öz ruhumdan insanları yaratmışam. İnsanın ruhi dünyaya gələndə nurani, təmiz, şəffafdır. Amma insan dünyaya gələndən sonra o cür saxlaya bilmir ruhin. Çirkin olur. Qara ləkələr insanın ruhun qaralayır, ləkəliyir. Əgər insan istəsə, yenə də nuraniyyətə qayda, əgər insan istəsə, Allahın cəvarına qayda, Allahın cəvarına qayda, cənnətdə orada ona yer verələr. Kümeyl duasında yadından çıxmayıb ki, oxuyursan, Ya Rəbbi, Ya Rəbbi, Ya Rəbb, qəvvi alə xidmətikə cəvarihi, vəşdud aləl əziməti cəvanihi. Kümeyl Əli Aleyhisselamın duasıdır da. İlahi, mənim bütün bədənimin üzvlərinin hamısını gücləndir. Nə üçün? Tain ki, deyir, gəlir çatır bu cümləyə. Tain ki, və əctəmiə fi cəvarikə mə'al mü'minin. Ta sənin cəvar-ı rəhmətündə cənnətdə bir iclas olacaq. O iclasda ən böyük möminlər dəvət olacaq. İndidən Əli Aleyhisselam o iclasa arzu eləyir və deyir, İlahi, mənim bədənimə, ruhuma qüdrət ver, güc ver ki, mən ibadət eləyim, iştiyaq, şoq, rəğbət, inam, meyl məndə yaransın, tain ki, ləyaqət tapa bilim ki, mən də möminlərlə o iclasda iştirak eləyim. Gör, necə bir iclas olacaq ki, Əli Aleyhisselam
indidən ora özün dəvət elətdirir və deyir, birdən mən olmaram ha orada. Hədislərdə var, xanım Fatimə Zəhra axır saatlarında, çünki bilirsiniz də, Quran deyir ki, o insanlar ki pakdılar, təyyibin, pak yaşayıblar dünyada, heç bir günahı qoymayıblar, bunların həyatın, ruhun bunların ləkələndirsin. Çalışıblar ki, hər bir zəhmət də olsa dözələr, amma günah bunların, ruhların ləkələndirməyə. O insanlar dünyadan gedəndə mələkələr gəlir, onlara deyir ki, Nəhl surəsində 32-ci ayədir bu. Yəqulunə salamun aleykum. Mələkələr gəlir qarşılamağa, aparırlar bunu. Salamun aleykum. Salam verirlər bu möminə ki, dünyasını dəyişib, istirlər aparalar bunu cənnətə. Udxulul cənnə, daxil olun cənnətə, bima kuntum tə'məlun. O əməllər ki, dünyada eləyirdiniz, onların nəticəsi budur. Ki, siz bugün mələkələrin içərisində bunlar müşayiət eləyələr və siz cənnətə daxil olasınız. Xanım Fatimə Zəhra axır saatlarında deyir ki, gördüm bir yerə baxır, diqqət ilə baxır bir yerə. Amma hara baxır bilmirəm. Deyir, biraz baxandan sonra gördüm, deyir ki, Əssəlamu alə Cəbrail. Cəbrailə salam verir. Əssəlamu alə Rəsulillah. Peyğəmbərə salam verir. Ondan sonra dua eləyir. Allahümmə mə'ə rəsulik. İlahi, məni öz Peyğəmbəriylə bir yerdə mənə yer ver. Allahümmə fi rizvanik. İlahi, məni öz rizayətin olan yerdə, öz rizvanında yer ver. Və cəvarikə. İlahi, məni öz cəvarında yer ver. Öz cəvarında yer ver. O insanlar ki, çalışırlar ki, onların dünyaları qutarandan sonra cənnətdə Allahın cəvarində olalar, o insanlara lazımdır ki, öz ruhlarını təmizləyələr. Allahın cəvarində olmaq, gərək özü ora layiqli eləyəsən ki, ora qoyalar səni. Allahu nurus səmavat vəl-ərz. Allah nurdur, göylərin və yerin nurudur. Bu nuraniyyətə qarışmaq üçün insan gərək nurani ola. Olmaz ki, insan haram yiyə, özdə nurani ola. İçərisi nurani ola insanın. Nurani budur, üzü işıq ola. Yox, yox, Əbazər qapqara idi. Nurani odur ki, üzü ağ ola, üzü işıq ola. Nuraniyyət içəridədir. İçərisi insanın abad olsa, insan nurani olar. La tədxulul mələikə beytən fihi kəlbun. Hədisdir bu. Deyir, hər ürəkdə, hər evdə, hədis belədir. Deyir, hər evdə it olsa, o evə mələkə daxil olmaz. Bax, la yədxulul mələikə beytən
o evi ki fihi kəlbun, o evdə it var, mələkə daxil olmaz. Mərhum Nəraqi hədisi məna elir. Deyir, elə bilirsən evdən məqsəd sən yaşadığın binadır? Yox. Elə bilirsən itdən məqsəd Allah yaradan o heyvandır? Yox. Deyir, evdən məqsəd ürəkdir. Hansı ürəyə əgər şeytan daxil oldu, günahları gətirdi, günahlarla insanın evin, yəni ürəyin, yəni ruhun ləkələdi, qaraladı, o ürəyə daim mələkə daxil olmaz. Nuraniyyət odur. Nuraniyyət odur ki, insana günah cəsarət eləyə bilməyə. Necə Peyğəmbərə cəsarət eləyə bilmirdi? Şeytan və şeytanın zürriyyəsi hamısı cəhənnəmdə olacaq. Amma onlarda da istisna var. Onların istisnası budur. Şeytanın zürriyyəsindən şeytan neçə nəfər məmur eləmişdi İslam Peyğəmbərinə ki, bəlkə onu yoldan çıxarda bilərlər. Bu şeytanın zürriyyələri Peyğəmbərdə təsir qoya bilmədilər, amma Peyğəmbər bunları hidayət elədi. Odur ki, şeytanın zürriyyəsindən ancaq o neçə zürriyyə ki, Peyğəmbərə məmur olmuşdu, onları Allah cənnətə aparacaq. Ha, nuraniyyət odur. O buna qələbə çala bilmədi, nuraniyyət, Peyğəmbərin nuraniyyəti şeytana qələbə çaldı. Elə bilməyin dünya çoxdur. Elə bilməyin dünya uzundur. Yox, yox. Çox tez bu dünya qutarır gedir. Amma qədimçilər yaxşı deyiblər, tərəyyən də yaza çıxır, kərəyyən də yaza çıxır. Oruçluğun axırında görmürsən? Yiyənlərlə yeməyənlər eyni şeydir. Baxırsan, görürsən zahirdə. O ki, dünən siqaret çəkirdi, o da ki, dünən çəhmirdi, onlar ikisi gün, bayram günü ikisi də siqaret çəkir. Tutardı. Dünya çoxdur, belə biləsən çoxdur. Çox güclü iman və iradə istəyir ki, insan bu hadisələrdə özün Allah istəyən kimin apara bilə, xüsusən cavan vaxtında. Allah kitab nazil eləyib, nazil elədiyi kitab da nurdur. Nisa surəsinin 174-cü ayəsi buyurur və ənzəlna ileykum nurən mubina. Sizə kitab göndərmişik, o kitab nurdur, gəlib sizi hidayət eləsin. Bütün kitabların hamısı nurdur. Təhcə Quran yox. Tevrat da nurdur, İncil də nurdur. O ki Allah göndərib, Allah göndərən Tevrat, İncil, onlar da nurdular. Sonra onların mətləblərini dəyişiblər, əl aparıblar, da o İncildir. İncil olsa nurdur. Amma bu İncildir. İnna ənzəlnət Tevrat fiha hudən və nur. Buyurur, Tevrat da nurdur. Və ateynahul İncil, İncil nazil eləmişəm. Fihi hudən və nur. O da nurdur. Həm Allah özü nurdur, həm nazil elədiyi kitablar nurdur. Və həm İslam Peyğəmbəri ki sizə göndərmişəm, o da başdan başa nurdur.
Əhzab surəsinin 45-ci, 46-cı ayələrində buyurur: Ya əyyuhən nəbi, inna ərsəlnəkə şahidən və mübəşşirən və nəzirən və da'iyan iləllah biiznih və siracən munira. Munir, bir var insan özü nur ola, bir var ki nuri hər yerə verə. Ona deyərlər munir. Buyurur Peyğəmbər munirdir. Yəni özü işıqdır, o heç. Hər yerdə olsa da oranı işıq eləyər. Hər bir insanla ki otururdu, o insan Peyğəmbərin yanında özün nuranı hiss edirdi. Çıxırdı, gəlirdi bazara, görürdü yenə də ürəyi oldu dünənki kimi. Gəldi, dedi: Ya Rəsuləllah, mən özümdə münafiqlik halı hiss edirəm. Həzrət buyurdu: necə? Dedi: gəlirəm, sənin yanında otururam, nurani. Heç bir ürəyimdən haramlar, günahlar, dünya, ləzzət, mal, sərvət, dövlət bunlar keçmir. Amma səndən ki ayrılıram, gedirəm bazara, genə də yadıma düşür. Evlad, ailə, görək, yemək, geymə, bunlar hamısı yadıma düşür. Həzrət buyurdu: bu münafiqlikdir. Siz mənim yanımda olanda şeytan cürət, cəsarət eləyib gələ bilmir ora. Odur ki sizin yaduza düşmür dünya. Mənim yanımdan gedəndən sonra gəlir cinə də sizi vəsvəsə eləyir, onlar yaduza düşür. Odur buyurur Peyğəmbər munir, nur verirdi. Ondan sonra Quranın bir ayəsi Təhrim 8-ci ayə deyir: o insanlar ki onlarda iman yaranır, o iman özü də nurdur. O iman özü də nurdur. Bax: يَوْمَ لَا يُخْزِ اللّٰهُ النَّبِيَّ وَالَّذ۪ينَ آمَنُوا مَعَهُ نُورُهُمْ يَسْعَى بَيْنَ اَيْد۪يهِمْ وَبِاَيْمَانِهِمْ. Kıyametin gününde insanların imanları onların qabaqlarında gedib onlara işıq eləyəcək hər yeri. Deyəcəklər: yəqulun Rəbbənə ətmim lənə nurənə. İlahi, bu nuri ki bizə veribsən, bunu kamilləşdir, mükəmməlləşdir. Görürsən, Quran o imanı da nur kimin bizə təqdim eləyir. Allah cavab verir bunlara. Buyurur: Ya eyyuhəl-ləzinə amenu ittəqullah. Təqvalı olun. Bütün haramlardan çəkinin, vacibləri necə lazımdır, vaxtı-vaxtında yerinə yetirin. Və aminu bi rəsulih. Peyğəmbər ilə əlaqələrinizi sıxlaşdırın. Yu'tikum kifleyni min rəhməti. Allah sizə 2 bərabər öz rəhmətindən nazil edəcək. Və yəc'al ləkum nuran təmşunə bih. Və sizə nur verəcək ki o nurla siz hər yeri görəsiniz. Heç yer sizə qaranlıq olmaz. Mən indi bu gecə mümkündür, vaxtımız yoxdur. Amma bir yol inşallah əgər qismət olsa, bu iki buyurur: və yəc'al ləkum nuran təmşunə bih. Sizə Allah nur verir ki o nurla hər yeri görürsüz. Onu bir gün əgər vaxt olsa, sizin məndən tələbiz olsun ki onu bir gün mən izah eləyərəm sizə inşallah. Yaxşı, o nədir? Sizə deyib bir nur verəcəyəm ki o nurun vasitəsi ilə yol gedəsiniz. Quranın bir yerində deyil: Yahdihim Rabbuhum bi imanihim. Allah insanları
imanlarının vasitəsilə hidayət edir. Necə insan əlində işıq götürür, qaranlıq çöllərə gedəndə. Qədim fənər deyərdilər ona. Əldə götürərdilər qədim, onun adına fənər deyərdilər. Ki öz ayağının altın görsün, ayağının qabağın görsün. Bəzi o fənərlər güclü olardı. 10 metrəni də göstərərdi. Bəzi işıqlar çox güclü olur. 100 metrəni də göstərir. Görürsünüz də, indi bəzi yerlərdə vırıblar. Buyurur, Allah sizə bir nur verər ki, qiyamətəcən göstərər sizə. Qiyamətəcən görərsən. Onu kimə verir? Bəndələrinə, insanlara. Bəzi insanlar görürsən, elə bilirsən ki, bu, amma tanış olandan sonra görürsən ki, bu, başdan ayağa imandır. Həddad kimidir? Həddad dəmirçidir. Həddad ərəb sözüdür, dəmirçi. Nəcəfdə bir nəfər dəmirçidir. Balaca tuşanı var, balaca. Dəmirçilik eləyir, dəmiri vırır çəkişinə. Səhərdən axşama qədər. 5-6 dirhəm, dinar pul qazanır, gedir evinə. Amma Həzrət bəzən gəlir, oturur, onun dükanında ikisi danışırlar. Həddad nə müştəhiddir, nə alimdir, nə müdərrisdir, nə ayətullahdır, nə üzmadır, bir dənə dəmirçi. Deyir, çoxdandır mən Həzrəti axtarırdım. Dəmirçinin dükanında gördüm onu. Sonra deyir ki, dedi, danışma. Heç kim bilməyəcək ki, mən burada kiminlə görüşürəm, kimi görürəm. Deyir, gördüm pəncərədən yadamdan bir uşaq düşdü yerə. Yanımızda bir hambal var idi. Hambal bilirsiniz də nə deyərlər? Yük daşıyana. Yük daşıyır. Fəhlədir, bunun yükünü aparır, 1 manat alır, onun yükünü aparır, 1 manat alır. Nə ayətullahdır, nə müdərrisdir. Deyir, uşaq düşəndə dedilər, hay, uşaq düşdü, öldü. Deyir, bu hambal, dedi, uşaq dayan. Baxdıq, gördü, uşaq dayandı. Qaldı orada. Damla yerin arasında. Ayətullah ağay Xəzəli gəlmiş də, o danışdı bu hadisəni, siz də bəzilər üzr eşidibsiz onunla. Mən sizin yadınıza salıram. Deyir, dedi, uşağa dayan, dayandı. Gəldi uşağı götürdü, qoydu yerə. Bir neçə alim vardı, sən kimsən, sən Allahın hüccəti. Dedi, nə yox, mən nə Allahın hüccəti deyirəm, nə mən arif deyirəm, nə mən müştəhid deyirəm. 60 ildir Allah nə deyib mən eləmişəm. Bir dəfə də mən dedim, o elədi. Əgər insan bilsə ki, bu dünyaya niyə gəlib və bu dünyadan hara gedəcək, hər şey həll olar. Odur Peyğəmbər Ali əleyhissalam buyurur, Rəhməllahu imrəən. Allah o insana, o kişiyə rəhmət eləsin ki, əlimə min əyn və ilə əyn və fi əyn və fi əyn. Bilə ki, hardan gəlir, hara gedir və indi hardadır. Əgər bunu bilsə, deyir, hər şey düzələr. Yaxşı, bu nuraniyyəti ki Allah verir, insan onu qiyamətəcən görür, o hardan yaranır insana? Deyir, o 2 şeydən gəlir.
Biri səcdədir, yəni namaz. Yəni Allaha ibadət. Biri də əhl-i beyt. Allah onu bu üçün qərar verib. Peyğəmbərin hədislərinə baxın, mən neçə ildir hədislə məşğulam. Mənim başqa bir sənətim yoxdur ki. Mənim peşəm kitab oxumaqdır, hədis oxumaqdır. 30 ildən çoxdur. Hər gün hədis kitabı mənim əlimə dəyir. Bəlkə də deyə bilərəm ki, heç bir gün, şayət heç bir gün olmaya ki, mən bir hədis oxumayam. Yəni mənim işim budur. Bu işinə məşğulam. Mən görməmişəm Peyğəmbərin hədislərində bu iki hədisdən başqa ki, deyə mənim gözümün nuru nədədir? Birincisi namazın barəsindədir. Buyurur, İnnəllah ya Əbazər, Əbazərə danışır. İnnəllahə cəalə qurrətə eyni fis-salat. Mənim gözlərimin nuraniyyəti, işığı Allah onu namazda qoyub. Namaz yəni Allah qarşısında əyilmək, səcdə eləmək. Namaz əgər namaz olsa insanı hər şeydən saxlayar. Əgər namaz olsa. Namaz olsa. Bir alim var idi, əl-an da var. Yaşayır. Bu televizyon işçilərindən İranda gəldilər, mənə xahiş elədilər, dedilər, sən filan ağa ilə yaxınsan, tanışsan. Biz xahiş edirik ki, o icazə versin, biz 2 rəkət, o namaz qılsın, biz onu çəkək. Bütün televizyonda onu verilişlərdə verirlər də. Dedim, baş üstə mən danışım, görüm nə vaxt desə, sizə zəng eləyərəm. Mən dedim ki, belə bir xahiş var. O da dedi, yaxşı, hələ görək nə olur. Day bir dəqiq bir şey olmadı. Onlar da izləyirdilər, dedim, hələ dəqiq vaxt yoxdur, olsa sizə deyəcəyəm, narahat olmayın. Amma hey zəng eləyirlər. Mən yenə dedim ki, ağa belə bir məsələ, siz biraz qaldı, dedim, bir gün sən namaz qılanda, öz namazı uy. Sübh namazı qılanda, bunlar fərqi yoxdur, bunlar gecə 2-də də desən gələcəklər. Sən sübh namazı qılanda xəbər elə, mən onu təşkil eləyim. Dedi, yaxşı, görək hələ. Yenə görək hələ keçdi bir müddət. Sonra dedim ki, ağa, indi belə ki olmadı, səndən biz xahiş eləyərik, sən 2 rəkət müstəhəbbi namaz qıl. Biz o müstəhəbbi namazı, mən deyim, bunlar gəlsinlər, çəhsinlər. Yenə biraz qaldı, dedi, nə ürəyim istəmir ki, onlara mənfi cavab verəm, nə də özümü inandıra bilmirəm bu işə. Namazımı qoyan çəkilişlərə məruz. Mən müstəhəbbi namazın təklifini verəndən sonra bir balaca yumuşalmışdı, sonra dedi, xahiş edirəm ki, siz məndən əl çəkin. Heç bir salavatımı da çəkilişə görə mən dedi eləmərəm. Namaz əgər namaz olsa, namaz əgər dəqiq olsa, namazın azanı, namazın iqaməsi, namazda geydiyin paltar, bax bu paltarın düyməsin, düyməni ki görürsən, o düyməni nə boyda sapla tikiblər. Əgər o sap qəsbi olsa, haram olsa, o namazı qatda at. O dayandığın yeri ki dayanıbsan, namaz qılırsan, biləsən kimindir. Öz evindir, öz yerindir, hardan qazanıbsan, hardan gətiribsən. Ona zəkat düşür, ona xumsu düşüb, onları veribsən,
ya verməyibsən. Namaz əgər namaz olsa, namaz əgər dəqiq olsa, insanı hər şeydən saxlayar. Xüsusən vaxtın əvvəlində ola. Hər yerdə ki, Allahu Əkbər azanın səsi gəldi, orada dayanıb namazı qılasan. Da saxlamayasan 2 saat sonra, 3 saat sonra namazı vaxtında qılasan. Azanın vaxtında, sübh azan deyiləcəyin namaz qılasan. Gün ortada, bazarda da olsun, məsciddə də olsun, qonaqlıqda da olsun, hər yerdə olsun, azan deyildi, durub namaz qılasan. Olmaz. Bağda oturubsan, azan deyilir, durursan. Parkıda oturubsan, halal oturubsan, azan deyildi, orada namaz qılasan. Demokratiya deyir. Hər kəs hər nə eləyir, azaddır da. Birinci narahat eləmirsən ki, namaz qılırsan. Səcdə eləyirsən. O çox dəqiqlik istəyir. Çox gözəl nuraniyyət istəyir insan, həmişə dəstəmazlı ola. Hər yerdə namazının fikrinə qala. Necə bilet alıbsan, istəyirsən, məsələn, Moskvaya gedəsən, çıxıbsan bazara bir sapsaqqız alıb hazırlaşasan, çıxasan, tez-tez saata baxırsan ki, birdən vaxt keçər. Heç olmasa gündə bir 3 dəfə sən saata baxasan ki, birdən namazın vaxtı keçər. Namaza görə gündə neçə dəfə saata baxırsan. Oturasan səccadənin üstündə namazı gözləyəsən, 1 dəqiqədə olsa gözləyəsən. Bilirsən onun nə qədər izzəti var. Bəd buyurur, əgər cəmaatla olsa necə? Əgər cəmaatla olsa, bir nəfər iqtidə eləyib sənə, ya sən iqtidə eləyibsən ona, hədislərdə var, namaz 150 bərabər olur. Savabı. Əgər 2 nəfər namazı cəmaat iqtidə eləsə, olur 600 bərabər onun savabı. Ta 3 nəfər, 5 nəfər, 10 nəfərə qədər, 10 nəfərə ki çatdı cəmaat namazı, buyurur, əgər dəryalar, dənizlər mürəkkəb olsa, meşələrin ağacı qələm olsa, cinnilər, insanlar hamısı yazalar, onun savabını yazıb qutara bilməzlər. Yəni Allah bilir onun nə qədər savabı var. Buyurur, bax, nuraniyyət biri səcdədən gəlir, nuraniyyətin ikincisi də buyurur, əhl-i beytidən gəlir. İbn Abbas deyir, Peyğəmbər buyurdu, ya Əli, İnnə Fatimə bəzətun minni, o mənim ürəyimin parasıdır. Hiyə nuru eyni, o mənim gözlərimin işığıdır, nurudur. Bir yol namazın barəsində deyir gözümün işığı, bir də Fatimənin barəsində, Əhl-i Beytin barəsində. Onlar hamısı eyni şeydir, fərqi yoxdur. Əgər Fatimənin barəsində deyib, Əli əleyhissalam da onun içindədir, İmam-ı Həsən də o sözün içindədir, İmam-ı Hüseyin də o sözün içindədir. Çünki onlar bir nurdular. Peyğəmbər buyurur, bax, hiyə nuru eyni, o mənim gözümün işığıdır. Gözümün işığıdır. Ondan sonra Fatiməti qatır namaza. Bunları deyir ki, bir-birlərinin ayrılmaz hissələridir. Hər kəs namazından sonra Fatimənin təsbihin desə, ayağa durmamış, yerin dəyişmədən. Əssalamu aleykum və rəhmətullah və bərəkatuh. Qutardı, ondan başlaya təsbihatı deyə, da arada danışmır. Yerin də dəyişmir. Həzrət buyurur, o namaz 1000 bərabər savabı onun qalxır. Mənim yanımda qiymət tapır. Görürsən, namazı qarışdırdı Fatimə ilə.
Yaxud o birisi ayədə ki, İnnəllâhə və mələikətəhu yusallûne alən-nəbi, bu ayənin barəsində buyurur. Deyir, hər kəs namazdan sonra sübh namazı qıldı, axşam namazı qıldı, fərqi yoxdur. Namaz qutarcağın təsbihatından sonra yerin dəyişmədən, ayağa durmadan bu ayəni oxudu. İnnəllâhə və mələikətəhu yusallûne alən-nəbi ya eyyuhəl-ləzīne âmenû sallû aleyhi və sallimû təslîmâ. Buyurur Allah bu insana 100 dənə hacətin rəva eləyər. 100 dənə. 70'i bu dünyadadır, 30'u qiyamətdə. Görürsən, namazı qatdı əhl-i beytə. İbadət əhl-i beytinə ikisin qarışdırdı. Və xanım Fatimə Zəhranın barəsində buyurduğu hədislər. Qədir gecəsi Quran buyurur, Leylətul Qədr xeyrun min əlf şəhr. Oxumuşuq da Quranda. İndi də oxuduq da Qədir surəsini. 10 dəfə vəhşət namazı qılanda oxuduq. Leylətul Qədr xeyrun min əlf şəhr. 1000 aydan üstündür. Ondan sonra Həzrət buyurur ki, İnnə Fatimə hiyə Leylətul Qədr. Bilirsən Leylətul Qədr nədir? O Fatimədir. Mən ərəfə Fatimə həqqə mərifətihə fəqəd ədrəkə Leylətəl Qədr. Hər kəs Fatiməni dərk eləyə bilsə, mərifət tapa bilsə, o Leylətül Qədri dərk eləyə bilər. Odur Fatimənin düşmənləri heç vaxt Leylətül Qədri dərk elə. Allah onlara o müvəffəqiyyəti verməyəcək ki, onlar Leylətül Qədri dərk eləyələr. Mümkündür. Hədis bilmək deyir ki, gərək Allah insana müvəffəqiyyət verə. İmam-ı Səccad buyurdu ki, Qifeylə namazı bilirsiniz ki, nədir? Şamla xiftənin arasında qılınır da. Biz gün vəhşət namazına görə da bir vaxt olmasın deyə qılmadıq. İmam-ı Səccad buyurur, hər kəs hər gün axşamlar namazda Qifeylə namazın qılsa, Allah onu bağışlar. Kim olur olsun? Xanım Zeynəb ağladı. Dedi ki, bu hədisi demə. Qoy şimr eşitməsin. Qoy şimr eşitməsin. Gedə qıla Allah onu bağışlaya. İstəmirəm Allah onu bağışlaya. Ağa buyurdu ki, bibi narahat olma. Allah ona o müvəffəqiyyəti verməz ki, o qıla biləməni. Biri vardı, xahiş eləyirdi, heç qılmamışdı. Xahiş eləyirdi, mən uşaq idim, 7-8 yaşım var idi. Qonaq idi bizdə. Bizim evin, ailənin üzvlərindən birindən xahiş elədi, dedi, sən hər gün qılırsan, mən heç qılmamışam. Bilmirəm də. Bu dedi, yaxşı, dur onda. Mən bir kəlmə deyim, sən dedi. Dedi, yaxşı. Bismillah başladılar. Və zənnuni izzəhəbə muğazibən fəzənnə ənlən nəqdirə aleyh fənada fizzulmat dayandı. Fənada fizzulmat, fənada fizzulmat, fənada nə qədər elədi, dedi, yadıma düşmədi. Neçə ildir qılıram, amma bugün deyəndə xıp yadımdan çıxdı. Sonra dedi ki, qardaş, sən day qalanın nə cür bilirsən qıl, bilmirsən də namazı poz. Allah çıxartdı da beynimlə.
Yəni ömürdə bir dəfə də ona qoymadı qismət ola. Belə deyir ki, insan hər işi gərək Allah da insana icazə verər. İnsan gərək özün bir cür apara ki, ləyaqət tapa bilə bu işə. Odur ki, buyurur, bax, xanım Fatimə Zəhra Qədir gecəsinin mənasıdır. Allah bu ləyaqəti ona verib, bu qabiliyyəti ona verib. Və bir hədisdə də buyurur, xanım Fatimə Zəhra Allahın hədiyyəsidir Peyğəmbərə. Ziyarətində də oxuyuruq. Və səlli aləl bətuli tahirə. Ta gəlir çatır bura. Və təhiyyəti minkə ləhu və tuhfə. Allah bunu sənə Peyğəmbər hədiyyə verib, mərhəmət eləyib. Və bu hədiyyənin vasitəsilə insanlar Allaha mərifət tapırlar. Xanım Fatimə Zəhra vasitədir, insanlar Allaha mərifət taparlar. Çün onlar Allaha yaxındılar, biz onları sevirik. Və hər kəs də bunlara yaxınlaşır, həqiqətdə Allaha yaxınlaşırlar bunlar. Və əgər biz bugün görürük, mən bilmirəm siz baxırdınız, baxmırdınız televizyonda bugün Qum şəhərinin hadisəsinə, indi bəzi adamlar ola bilsin baxıblar, mən baxırdım. Mən indi deyə bilmərəm buradan neçə milyon insan orada var idi. Onu mən desəm də bilmirəm, yalancı olaram. Amma əgər 100 minlər ilə milyondan çox insanlar orada küçələrdə özlərin dövürdülər, qara paltar əyinlərində başlarına vıra-vıra gedirdilər. Mən fikirləşirdim ki, heç bir insan öz atasına özür eləməz. Heç ata öz əziz balasına o işi görməz. Amma öz mərcəi təqlidinə eləyir onu. Niyə görə? Çünki o xanım Fatimə Zəhraya vəslidir, özün qoşub ona. Allah əbədiyyətdir. Zəhra Allaha səcdə eləməklə özün əbədiyyətə qoşub. Və hər kim də özün Zəhraya yaxınlaşdırır, o da əbədiyyətə qoşulur. O da əbədiyyətə qoşulur. O heç vaxt xanım Fatimə Zəhranın şəhadət günü evdə oturmadı. Qara köynək giyib, sinə vuranlara durdu, çıxdı küçədə özün qoşdu. Ta bildirə qədər. Bildir ayağıyla gedə bilmədi, maşının içində ağlaya-ağlaya əzadarların içində gedirdi. Ki bugün onu da göstərirdilər. Bildir də göstərmişdilər. Bir insan ki ömrünün hamısında xanım Fatimə Zəhranın şəhadət günündə çıxar özün əzadarlara qoşar, axırda xanım Fatimə Zəhranın şəhadət günü milyonlar əzadar insanların çiynində də qəbrə gedər. İnsanın öz əlində deyir ki, ömrün nə vaxt qutaracaq. Onlarda hesablar var, kitablar var. Öz başına deyir, elə belə deyir hər şey. Bir ustad dünən gecə danışırdı, mən qulaq asırdım. Mənim yaxın dostumdur. Ağay Fazil Lənkəraninin də yaxın adamlarındandır. Mən dünən qulaq asırdım, o deyirdi. Deyirdi, bu neçə gündə ki, xəstə yatırdı, bəzən görürdük ki, dodaqları tərpənir. Hiss edirdik ki, nəsə bizə demək istəyir. Yaxınlaşırdıq, görürdük, gözün açır, deyir, sallallahu aleyk, ya Fatimətüz Zəhra. Özün ona qoşub, o da əbədiyyətə qoşulur. Ona görə Allah o izzəti, o əzəməti, o şərafəti verir ki, böyük müştəhidlər, böyük alimlər, bir nəfər insan atası Lənkəranda dünyaya gəlib, gedib Nəcəfdə yaşayıb,
qayıdıb Qumda yaşayıb və bu özü Qum şəhərində dünyaya gəlib və indi bugün 76 ildən sonra dünyasını dəyişir. Amma İslam dünyasında gör necə hərəkət yaradır. O ruhun əzəmətidir. O ruh hardan əzəmət tapıb? O xanım Fatimə Zəhranın nuraniyyətindən və əzəmətindən özü üçün əxz eləyib və kəsb eləyib. Allah hamımızı inşallah xanım Fatimə Zəhranla məhşur eləsin. İmam Zaman ağanın salamətligi üçün xanım Fatimə Zəhranın pak və mütəhhər olan ruhu üçün Ağay Fazıl Lənkəraninin pak və təmiz və mütəhhər ruhu üçün nurani salavat hədiyyə elə.